Salam əməkdaş dostlar, Bitcoin Az YouTube kanalında sizi xoş gördük. Bugünkü videomda əsasən sizlərə altcoinlər haqqında məlumat vermək istəyirəm və hansı altcoinlərə yatırım etmək olar bu haqda danışacağıq. Videoya başlamamışdan əvvəl xatırlatmaq istəyirəm ki, mənim videom yalnız və yalnız məlumat xarakteri daşıyır və heç bir halda yatırım məsləhəti vermir. Ona görə də tam olaraq diqqətli izləməyinizi məsləhət görürəm. Və videoya başlamamışdan əvvəl istərdim ki, yazasınız siz hansı altcoinləri tutursunuz və hansı altcoinlər sizin portfelinizdə var. Rəy bölümündə balansınızda olan altcoinlər haqqında məlumat versəniz super ideal olar. İndi isə gəlin baxaq görək mən altcoinlərin hansı parametrlərinə baxıb və düşünürəm ki, bu altcoin bəlkə də gələcəkdə nəsə verə bilər. Mən məsəl üçün gəlin bir ilk növbə köhnə altcoinlərdən bir neçəsinə nəzər salaq və baxaq görək onlarda vəziyyət necədir. Mən Polygonu götürürəm burada sadəcə olaraq və mən əsasən fikir verdiyim məsələlərdən biri Circulation Supply-dir. Bu Circulation Supply ümumiyyətcə o deməkdir ki, nə qədər coin artıq ortalıqda, yəni var, bazarda var, birjalarda, əllərdə, cüzdanlarda və s. Yəni artıq dövriyyədə var. Və burada biz baxsaq, məsələn, Polygon neçə ilin coin olduğuna görə Total Supply 10 milyard, 10.5 milyarddır və Circulation da 10.5 milyarddır. Və buna görə də məsələn Polygon mənə daha az X verə biləcək bir coin kimi görünür. Məsəl üçün gəlin götürək, tutaq ki, təzə bir coinlərdən XPL götürək. Məsəl üçün XPL mənə daha yaxşı X verə biləcək bir coin kimi görünür və daha öncə biz onun tarixçəsinə baxsaq, qiyməti həddindən artıq çox aşağı düşüb. Yəni daha öncə görürsünüz 1 dollardan yuxarıyacan qiymətləri olub. Məsələn, mən belə deyək də Polygona yatırım etdiyimi dəyişib, yəni Polygondakı yatırımlarımı XPL-ə çevirirəm. Niyə? Baxın, hal-hazırda XPL-ın total supply 10 milyarddır və hal-hazırda dövriyyədə, yəni ətrafda belə deyək də bütün birjalarda olan və əllərdə olan, satılan, alınan, unlock olunan circulation supply bizdə 2.1 milyarddır. Bu isə deməkdir ki, bu token hələ də tam olaraq unlock olunmayıb və ümid var ki, gələn bullrun olsa əgər, alt sezon olsa əgər, baxın söz burada, açar sözü buradadır, olsa əgər sözü var burada, bu bizə nəsə X verə bilər. Gəlin baxaq, məsəl üçün, bariz nümunə olaraq Somnia coin'ini götürürəm mən. Somnia coin'inə baxsaq, biz görə bilərik ki, hal-hazırda Somnia coin'i babat pump yeyir və hətta bir neçə başqa coin'lər var ki, pump yeyir. Görürsünüz, baxın, artıq ikinci dəfədir pump və dump yeyib burada və təzədən pump eləyirlər bu coin'i. Və baxaq, görürsünüz, total supply-i çox azdır. Demək olar ki, tokenin, yəni bu tokenin, Somnia coin'inin 21% cəmi dövriyyədədir. Məsəl üçün, Polygonun 100% dövriyyədədir. Eyni Atom'un, məsəl üçün, tam olaraq bütün coinlər hamısı dövriyyədir. Bu coinlər artıq hamısı dövriyyədədir və hamısı birjalardadır, əllərdədir, alınıb, satılıb, hold olunur və s. Yəni, hərəkətdə olan coinlərdir. Və məsəl üçün, biz daha öncə burada baxın, başqa coinlər, Fogo coin, bu təzə list olduğuna görə düşünürəm ki, hələ ki, bəli, bunun dövriyyədə az olmağı normaldır. 9.9 milyard sayı var, 3.7 milyardı dövriyyədədir, artıq 38% demək olar ki, dövriyyədədir. Həmçinin token unlocklar var. Token unlocklara mütləq şəkildə diqqət yetirin. Token unlocklar da böyük bir rol oynayır. Yəni bu məsələlərə burada baxın, məhz Binance birjasının içində bu zaten var. Yəni link videonun altında var. Qeyd keçib işlədə bilərsiniz. Və məsəl üçün Jupiter həmçinin də artıq biraz köhnə coin saymaq olar müəyyən qədər və Jupiterin demək olar ki, məsəl üçün maksimum supply götürsək, yarısı artıq bazardadır. Amma Jupiter özü də Solana ağında çox, belə deyək də, böyük bir rol oynayan mərkəziyyətsiz birja, yəni DEX olduğuna görə bunun tokeninin sayının 50% dövriyyədə olması məncə böyük bir problem deyil və market cap'ı qalxıb token qiymətini bəlkə də qaldıra bilər. Baxın, burada bəlkə də sözü var. Ona görə də yəni bazarda trade eləyəndə bütün risklər artıq sizin öz üstünüzdədir və biz sadəcə olaraq informativ xarakter daşıyan videolar çəkirik ki, siz daha çox məlumatlı olasınız və gedib hansısa bir belə deyək də problemli yerdə ilişməyəsiniz. Və həmçinin initial fikir versəz, bu coin'in məsəl üçün qrafikinə fikir versəz, necə burada belə deyək də ani hərəkətlər var. Çox güclü ani hərəkətlər var və bu hərəkətlər bizə bir daha deyir ki, tokeni çox oynada bilirlər. Fikir versəz, çox oynada bilirlər. Və bunun səbəbi odur ki, tokenin sayı hələ yetərincə çox deyil. Initial götürsək, 18% artıq birjalarda, yəni circulation supply-dədir. Cəmi 1 milyard olacaq və 179 milyon token sayına görə, məsəl üçün, mən bu coin'ə həqiqətən də mən qədər yatırım edərdim. Hətta mən bugün bu coin'dən yüngül bir alış eləyib saxlayacağım, uzun müddətli hold eləyəcəm. Ümid eləyirəm ki, bazar qalxacaq və burada biz buradan nəsə qazana biləcəyik. Və həmçinin də siz, yəni məsləhət görərdim ki, birinci növbədə məsləhət görərdim ki, çalışın hansısa birjalarda olan coinlərə mütləq, yəni coinin birjada olduğuna mütləq baxın. Gedib hansısa DEX-dən, nə bilim, mərkəziyyətsiz yerlərdən hansısa coin almayın. Çünki o coinlərin, yəni də deyirəm,
qumar kimi bir şeydir və gələcəyi bəlli deyil, nə olacaq, hara gedəcək. Ona görə də ilk növbədə birjada yoxlayın. Biz bilirsiniz, hal-hazırda biz Bitget və Binance birjasına, Binance birjasına əsasən işləyirik. Və o birjaların hər birində də coinləri yoxlamaq olur. AVAX-ın həmçinin baxsaq, AVAX köhnə coindir. Demək olar ki, yəni total supply bu qədərdir, yandırılacaq deyəsən mənə elə gəlir ki. Çünki AVAX-da mən qədər yandırma olur. Ümumiyyətlə maksimum supply 715 milyon fikirləşilib, amma total supply 462 milyondur və düşünürəm ki, belə də AVAX, yəni köhnə coindir və mən qədər blockchain falan texnologiyalar bunlar hamısı var, amma həqiqətən də coinin qiyməti çox həddindən artıq aşağı düşüb. Həmçində baxın hansısa bir təzə coinlərdən baxsaq biz, tutaq ki, ad artıq köhnə coindir, gəlin bir dənə baxaq yuxarılarda. Əsasən baxın, elə biz zaten bazara belə baxsaq, məsələn Avantis var burada, Avanti var, Avantis. Avantis məsələn görürsüz 31%, yəni dövriyyədadır. Yəni 310 milyonu dövriyyədadır bu coinin. 1 milyard ümumi coin olacaq. Ümumən yəni bu dəyişilməyəcək 1 milyard olacaq. 310 milyonu artıq ortalıqdadır. Yəni fikir versəz bu da 1 milyon olacaq. 310 milyon artıqdadır, ortalıqdadır və 33 sentdir. Eyni şey XRP-a baxsaq biz. XRP-də baxın gördüyünüz kimi XRP-ın da sayı 10 milyon olacaq. 2.1 milyon. 21% bunda ortalıqdadır. XRP-də Avantis-dən neçə%? Avantis-də 31% ortalıqdadır və Avantis-in qiyməti XRP-dan daha çoxdur. XRP hal-hazırda biz sizinlə məşhurlaşdıran çox USDT köçürmələri çox ucuz elədiyinə görə. Baxın, belə məsələlərə fikir verib, siz əsasən info bölümündə token haqqında mütləq şəkildə bu məlumatlara baxın. All time high-da baxın, all time low-ya da baxın, yəni ən aşağı qiymət və tarix boyu ən aşağı və ən yuxarı qiymət deyirlər buna. Belə deyə də rahat Azərbaycanca desək daha yaxşı olar ki, çünki başa düşməyən dostlarımız ola bilər söz mənası. Bunlara baxın mütləq şəkildə, analiz eləyin və qərarınızı verin ki, sizə bu lazımdırmı? Sezon gələcək, gəlməyəcək, bunu tam olaraq heç kim nə söz verə bilmir, nə qarantiya verə bilmir, amma biz yenə də hazırlığımızı görürük, hazırlaşırıq, ümid edirik ki, bu bazardan nəsə yaxşı bir şeylər qazana biləcəyik. Kanala abunə olmağı unutmayın, mütləq şəkildə rəy bölümündə öz tokenləriniz haqqında məlumat verin, hansı tokenləri sevirsiniz, dəstəkləyirsiniz, hold eləyirsiniz. Gələn görüşlərə dək sağ olun və ehtiyatlı trade edin.